Əvvəlcə oyun haqqında nə düşünürsünüz? Bugün millimiz qələbəni əldən verdi, yoxsa necə? Məncə bizdə yaxşı momentlər var idi. Çoxlu şanslarımızı istifadə edə bilmədik deyə ona görə qələbə qazana bilmədik. Ümumiyyətlə götürəndə biz də başqa komandada yaxşı oynadıq, Latviyadan daha yaxşı idi. Müdafiədə biz çalışdıq ki, kompakt oynayaq, çünki bizə gələcək oyunlarda çox vacibdir. İndidən başlayırıq ki, oynamaq daha kompakt müdafiədə çalışaq, kontratakalarda momentlər yaradaq. Məncə bizdə çoxlu momentlər var idi. Ona görə qol vurmayasan qələbə qazana bilmərsən. Qələbə və qollar, təxminən 1 ildir qələbə qazanmır millimiz və 5 oyundakı qol vura bilmir. Siz bir kapitan olaraq bunun səbəbini, problemi nədə görürsünüz? Bir səbəb məncə çətindir demək. Şanslarımız çox yaxşı idi. Bu axırıncı zərbə çatmadı. Məncə biraz uşaqlar bəlkə biraz üstünə çox götürür, yükü çox götürür. Amma məncə inşallah qollar da qələbələr də gələr. Və millimizin indi bir yoldaşı oyunu qalıb, daha sonra seçim mərhələ başlayır. Nə dərəcədə indi millimiz rəsmi oyunlara hazırdır sizcə? Oyunlara hələ vaxt var. Çalışacaq oyunlara yaxşı diqqətlə hazırlaşaq. Yenə deyirəm, bugünkü oyunda biz çalışdıq müdafiədə kompakt oynayaq. Çünki bizim o qrupdakı rəqiblər çox güclü olduğuna görə biz çalışaq kompakt oynayıb kontrataklarda ya da çalışacaq ki, yaxşı müdafiə olunaq, sonra atakanı düşünək.